Hər kəs salamlar. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Gəlin ilk başda özümü təqdim edim. Mən Bahar, 23 yaşım var, müəlliməm və həmçinin soft və self skills mentoruyam. Amma bu yönüm məktəblər üçün keçərlidir. Yəni mən məktəblərlə bərabər çalışıram. Bu uzun zamandır düşünürəm ki, əgər mən məktəblərin soft və self skills mentoruyamsa, niyə hələ də YouTube'da belə bir videolarım yoxdur, belə bir səhifəm yoxdur və gənclər üçün bu tərzdə kontentlər niyə çəkmirəm? Bunu çox düşündüm və artıq qərara gəldim ki, mən bu yöndə başlamalıyam. Deməli, siz əgər YouTube'a daxil olsanız və məktəblərlə bağlı videolar görsəniz, zaten görəcəksiniz ki, həmin videolarda daha çox dərs çalışma, dərs oxuma metodlarından, taktikalarından söhbət gedilir. Yaxud da universitetə necə girmək lazımdır, universitet imtahanlarına necə hazırlaşmaq lazımdır, imtahan stresindən necə bitirmək lazımdır və s. olaraq. Amma unutduğumuz bir tərəf də var ki, məktəblərin, yəni gənclərin, yeniyetmələrin həyatı sadəcə məktəbdən ibarət deyil. Ya da onların həyatı sadəcə universitetə hazırlaşmaqdan da ibarət deyil. Həmçinin onların həyatının çox başqa hissələri də var. Hansı ki, bu hissələr mən özüm yeniyetmə olarkən bu hissələri çox yaxşı praktika eləmişəm, nəticələrini görmüşəm və istəyirəm ki, bugün sizlərlə paylaşım. Diləyirəm ki, videolarım daha çox gənclərin, məktəblilərin və universitetə hazırlaşmaq istəyən insanların qarşısına çıxar. Niyə? Çünkisi çoxdur. Və sonraki videolarda bu haqda qısa məlumatlar ötürəcəm sizə. Amma bugün sən niyə məni izləməlisən? Niyə dostlarınla mənim səhifəmi paylaşmalısan? Bu haqda danışaq, kiçik də olsa. Əziz yoldaş, mən sənə əziz dost deyə də xitab edə bilərəm. Sən məni izləyəcəksən, çünki görəcəksən ki, sənin özünü yetişdirməli olduğun tərəflərin var. Bu sənin özünü motivasiya, öz disiplinin, özünü idarən, yaxud da öz qayğıların, ünsiyyət, komandada işləmə, bəzən problemlər həll eləmə, hətta bəzən oturub ağlama bacarığını da inkişaf etdirəcəksən. Yəni ki, bir insan yetişərkən, o sadəcə universitetə hazırlaşaraq yetişmir. Eyni zamanda digər tərəfləri ilə də yetişir. Bunu sənə necə izah edə bilərəm? Sanki düşün ki, qarşında bir stul var və sən stulun ayaqda durması üçün ona sadəcə bir ayaq verirsən. O da universitetdir. Hansı ki, stulun ayaqda durması üçün, sağlam qala bilməsi üçün onun 4 ayağa ehtiyacı var. Bunları metaforik olaraq izah edə bilərik. Bir ayağı əgər sənin ixtisasın, sahən, bu universitetə girmək ola bilər, peşə, qazanmaq istədiyin bir yer ola bilər, fərq etmir. Oradasa, digər tərəfdə mənim sənə deyəcəyim mövzulardır. Hansı ki, soft və self tərəflər. Soft və self tərəfim də izah edəcəm. Amma düşünürəm ki, bu videoları qısa-qısa çəkim ki, sən də rahat şəkildə izləyə biləsən. Yəni, sən mənə özünü ayaqda tuta bilməyin, yəni sən əgər özünü çox yaxşı şəkildə inkişaf etdirmək, qarşına çıxan problemləri həll eləmək, həyatını sadəcə universitetə girməklə deyil, digər tərəfdən də yetişdirmək istəyirsənsə, mən buradayam və səninlə çox dəyərli zamanlar keçirməyə də hazıram. Əziz dost, sənlə burada olmaq məni həqiqətən çox xoşbəxt edir və diləyirəm ki, bu videonu izləyərsən, dostlarınla paylaşarsan və davamlı izləməyə alarsan. Növbəti videoda görüşənədək.